Videomu izleyen herkesi salamlayıram. Önce qeyd edim ki, kanalıma dəstək üçün abunə olub yaxınlarınızla paylaşsanız sevinərəm. Bu dəfə 3 bacı dolmasını sobada bişirəcəm. İndi isə hazırlama ardıcıllığına keçək. Yuyub aş düzəndə gözlətdiyim quyruq və mal ətini ət maşınından keçirdikdən sonra tavada azca yağ əlavə edərək zövqə uyğun duzlayıb qovururam. Tam pişdikdə isə göyərti və xırdaladığım pomidor içliyinin yarısını tavaya əlavə edib qarışdırıram. Beləcə qiyməmizlə olan son işimizi yekunlaşdırmış oluruq. Yuduğum tərəvəzləri dolma üçün hazır hala gətirirəm. Badımcanı təmizləyib, üzərində bıçaqla bir neçə yerdən dəliklər açıb, duzlayıb, 30 dəqiqə acısının çıxmasını gözlətdikdən sonra yağda o yüz bu yüz yüngülvari qızardıram. Biberləri də həmçinin saplaq tərəfdən kəsib, içini təmizləyib, çöplə alt tərəfdən bir neçə yerdən deşirəm. Belə olduqda bişmiş halı daha yumşaq olur. Və pomidoru da gördüyünüz şəkildə kəsib lətli hissəsini çıxarıram. Həmin bu hissənin yarısını qiyməyə vururam, digər yarısını isə dolmanın üzəri üçün saxlayıram. Beləliklə tərəvəzləri dolma üçün hazırladığım qovrulmuş qiymə ilə doldurub soba tavasına düzüb 220 dərəcədə 30 dəqiqə bişirirəm. Ət yağlı olduğu üçün əlavə yağa gərək qalmadı. Öz yağı tərəvəzlərin suyu çıxaraq yeməyə biraz da dad qatır. Hazırlayan hər kəsə nuş olsun. Videomu bəyəndinizsə bəyəndim düyməsinə mütləq toxunun.